Rusiya qoşunları bütün istiqamətlərdə hücumlarını davam etdirir. Ukrayna qüvvələri isə onların irəliləməsini dayandırmaq üçün uğursuz cəhdlər edir. Bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı rəisi Valeri Gerasimov bildirib. Yoldaş Ali Baş Komandan, birgə qrupun qüvvələri bütün istiqamətlərdə irəliləyir. Ukrayna Silahlı Qüvvələrinin komandanlığı irəliləyişimizi dayandırmaq üçün uğursuz cəhdlər edir, deyə o, Rusiya Prezidenti Vladimir Putinin birgə qrupun komandanlıq məntəqələrindən birinə səfəri zamanı bildirib. Gerasimov həmçinin hərbi əməliyyatların gedişatı barədə məlumat verərək qeyd edib ki, Qərb qrupu Kupyanskın şərqində mühasirəyə alınmış Ukrayna Silahlı Qüvvələrini məhv etmək üçün əməliyyat keçirir. Eyni zamanda Kupyansk ərazisində Rusiya qoşunları Oskol çayının sahillərini təmizləyir. Gerasimov həmçinin Xarkov bölgəsində yerləşən Vysokiye, Vilça və Prilipka yaşayış məntəqələrinin Rusiya Silahlı Qüvvələrinin nəzarətinə altına keçdiyini bildirib. Bundan əlavə, o, Şimal qrupunun təhlükəsizlik zonası yaratmaq kimi tapşırıqlarını yerinə yetirməyə davam etdiyini bildirib. Xüsusilə şəhər ərazisinin yarıdan çoxunun Rusiya Silahlı Qüvvələrinin nəzarəti altında olduğu Konstantinovkaya diqqət yetirilib. Zaporojye sektoruna gəldikdə, Gerasimov Dnepr qrupunun irəliləməsi və Stepnogorskun azad edilməsi barədə məlumat verib. Cənub sektorunda Cənub qüvvələri qrupu Slavyanska doğru sürətlə irəliləyir. Sonda Valeri Gerasimov Donbas, Zaporojye və Xerson vilayətlərinin ərazilərinin işğal olunmasına yönəlmiş tapşırıqları icra etməyə davam etmək planlarının dəyişməz olduğunu təsdiqləyib.